Space'də də yeri gəlmişkən belə şey var da, düzdürmü? Sizdə belə Space'də də proqramlar var, amma bir şey var ki, Amil Xəlil o şeyi də çərçivəsində eləyir. Və o çalışır ki, o sədd aşmasın. Mən bunu Space'də işlədiyimə görə demirəm, az zərrə qədər. Çünki mən Space'də sizə nə bir qədər şey deyim. veriliş var ki, bütün səddləri aşır. Bir şey deyim, bilmirəm valla, bir dənə sosial veriliş Amil Xəlilindir. Yəni Space'də işlədiyimə baxmayaraq, yəni mən deyim ki, səhərdən axşam oturub bütün verilişləri Əyləncə izləyirəm. verilişləriniz var ki, eyni şeyi eləyir, amma heç birinin adını çəkməmisiniz. Yox, məsəl üçün, mən ad çəkməkdə heç qorxmam. Tolikin verilişindən danışmaq istəyirsiniz, yoxsa İsa'nın verilişindən danışmaq istəyirsiniz? Məsələn, onlar da əyləncədir. Onların verilişində danışan kanallarda kim nə edirsə, onlar da orada. Yox, mən hədə bütün kanallarda eyni şey gedir də. Arada onların da adını çəkin ki, bir tərəfli olmasın. Yox, mən zaten, mən kifayət qədər açıq adamım, Tolikin özü demiş. Səidə deyir, mən tənqid eləyəndən sonra başladıq biz bir-birimizə salam verməyə. Yəni mən bugün də Tolikin verilişində hər hansısa bir, məsəl üçün tutaq ki, orada danışıqda mı, yanaşmada mı və yaxud da ki, ifrat bir şeydir, bir şey görəcəmsə, mən onu özünün üzünə də deyə bilirəm və onu sosial şəbəkəmdə də paylaşa bilirəm. Və yaxud da ki, paylaşmısınızmı? Mən Toliklə bağlı bəli eləmişəm, paylaşım. Demirəm elə onun üzərindən. Tənqidinə davam edirsiniz. Tənqidi, yox, bilirsiniz necə? Mənim üçün, məsəl üçün, mən həmişə deyirəm də, özünə də demişəm Tolikin ki, mənim aparıcı kimi qəbul etmədiyim televiziyada veriliş aparan prodüserdir Tolik. Tolik bundan sonra bəlkə ola bilsin ki, mən sabah efirdə olmaram, amma Tolik 10 ildə bundan sonra veriliş aparar. Amma o televiziya aparıcısı deyil.